Mən Babazadə Adil Azərbaycan Hava Yollarının təyyarə bələdçisi vəzifəsində artıq 2 ildir çalışıram. Bütün sərnişinlər endikdən sonra biz sərnişinlərə aid heç bir əşyanın qalmamasını yoxlamaq üçün sərnişin salonunu yoxlayırıq. Və biz 30 Alfada yerləşən sərnişinə aid olan telefon tapdıq və telefonu Lost and Found personalına verdik. İçəriyə kənar şəxs daxil olmağa başladı. İlk öncə biz fikirləşdik ki, bu şəxs hər hansısa bir başqa şəxsdir. Lakin biz sonra bildik ki, bu bizlə uçan bir şəxs idi. Bizlə Bakıdan Praqa reysi istiqamətində uçan sərnişin idi. Prosedurlara uyğun olaraq siz əgər təyyarəni bir dəfə tərk etdinizsə, ikinci dəfə ora girə bilməzsiniz. Bu səbəbdən biz sərnişinə geri çıxmasını və çöldə gözləməsini söylədik. Lakin o məhəl qoymadı bizim söylədiklərimizə və o başladı agentə yumruqlar və təpiklərlə hücum etməyə. Onu arxadan tutdum və hərəkətsizləşdirdim. Bu zaman orada mən onunla tək qalmışdım və onunla çalışırdım ki, kontakta keçim və onun sakitləşdirməyə çalışım. Mən agentdən xahiş etdim xüsusilə ki, polisləri və digər aeroportun təhlükəsizlik idarəsinin şöbəsində yerləşən şəxslər bura cəlb olunsun. Ondan sonra polislər əraziyə yaxınlaşdı və onlar onu bir neçə dəqiqə ərzində yenə onlar danışmağa başladı, lakin o yenə də israrla içəri daxil olmağa başlayırdı. Polislər onu tutdu və zərərsizləşdirdi və bundan sonra biz təyyarəni ümumi təhlükəsizlik yoxlanışını həyata keçirdik və geri dönüşdə bütün sərnişinləri öz ünvanına təhlükəsiz olaraq çatdırdıq.